Mədənizdə daimi yanma hissi varsa, reflu varsa, bu bir gün xərçəngə səbəb ola bilər. Təəssüf ki, bu belədir. Elmi tədqiqatlar göstərir ki, uzun müddət mədə yanmasından, qıcqırmadan, mədənin qıcqırmasından şikayət edən insanlar bir gün təəssüf olsun ki, qida borusu xərçəngi və yaxud da mədə xərçəngi ilə üz-üzə qalırlar. Yəni uzun müddət mədədə yanma, qıcqırma varsa, buna elə-belə yanaşmaq olmaz. Ötüb keçər deyə günləri yola vermək olmaz. Elmi tədqiqatlar sübut eləyib ki, əgər mədə qıcqırmasını, mədə göynənməsini, yanmasını, reflunu vaxtında müalicə eləməsəniz, barret adlı xərçəng vəziyyəti yarana bilər. Mədədə yüksək turşuluq varsa, yəni reflu varsa, bu təkcə mədənizə zərər vurmayacaq. Eyni zamanda qida borusu da zamanla zədələnə biləcək, qida borusu xərçəngi də yarana bilər. Eyni zamanda hətta səs tellərinizə də zərər vurmuş ola bilər. Ona görə də mədə yanmasına adi yanaşmaq olmaz. Həyat tərzini dəyişməklə mədə yanmasının, qastritin və yaxud da digər mədə problemlərinin, qida borusu problemlərinin, reflunun qarşısını ala bilərsiniz. Bunu əsasən pəhrizlə eləyə bilərsiniz. Yeməyinizə diqqət eləyərsiniz. Turş qidalardan uzaq dura bilərsiniz. Şirniyyatdan uzaq durmaqla ola bilər. Eyni zamanda çəkinizi azaltmaqla da bunun öhdəsindən gələ bilərsiniz. Amma görsəz ki, pəhrizlə əmələ gəlmir, onda həkimə müraciət etmək vacibdir. Eyni zamanda mədə turşuluğunu azaltmaq üçün müxtəlif qida əlavələrindən, dərmanlardan istifadə edə bilərsiniz. Bugün sizə mədə turşuluğunu azaltmaq üçün Temzo tabletlərini məsləhət görə bilərəm. Temzo tabletləri mədədə turşuluğu azaldır və nəticədə mədənizdəki bir sıra problemlər öz həllini tapmış olur. Xüsusilə də refluya qarşı çox təsirlidir. Temzo mədədə turşuluğu azaldaraq yanma və qıcqırmanı da aradan qaldırır. Onu içəndə mədə qıcqırmır, boğazdakı turş dad da yoxa çıxır. Gündə cəmi bir tablet içilir, təsiri isə bütün gün boyu davam edir. Həkim və əczaçıların tövsiyəsi ilə əksər apteklərdən əldə edə bilərsiniz. İzlədiyiniz üçün təşəkkürlər. Özünüzə yaxşı baxın, videomuzu da bəyənməyi unutmayın.